Icra numarası neyse bunları. Bakın müəllim. Çəkilişimizin davamı olaraq biz hal-hazırda Qovlar şəhəri Vağzal küçəsi nömrə 3-dəyik. O dediyim ağac, bu ağac. Bunun bir putağı gedib bina saxlayır. Yaşayış binasının üstündədir. Yaşayış binasının üstündədir. Bir putağı obyektin üstündədir. O birisi putağı da koştun üstə gedir. Bir putağı da yenə əhali üçün təhlükəlidir. Ağacın orta özəyi. Özəyi çürüyüb, çürümüş formadadır. Əlimizdə məktub var. Ekologiya İdarəsi Elşən Şirinovun məktubudur. Deyir ki, əməkdaşlar gedib komissiya təşkil edib yoxlayıblar. Ağac sağ-salamatdır, diametri metrə yarım, hündürlüyü 12 metrə. Ağacın hündürlüyü 20 metrədən də çoxdur. Diametri 2 metrə yarımdır, çöldən ölçüsü 5 metrədir. 5-20'dir. Yəni 2 metrə yarımdır. Görünür, Elşən müəllimin əməkdaşları Elşən müəllimi də alladılar, ekologiya işçiləri. Tarixə abidə dedikləri ağac budur. Yol kənarında obyekt salmaqdan ötəri, onlarla ağacı kökündən qazıdan əməkdaşlar bu binanın belinə yıxılan putağı sağa sola gedən, yəni ki, budamaya icazə vermirlər. Cənab Nazir, sözümüz sizədir. Ekologiya Naziri. Bu ağaç boyda suala bəlkə siz cavab verəsiniz. Siz deyin Cənab Nazir, bu budaqları vurmaq olar yoxsa yox? Sizdən cavab gözləyirik. Bu ağaçlar, mən bir mütəxəssis olaraq onu deyə bilərəm ki, əgər təbii abidədirsə də, bu təbii abidəni 6 metrə saxlayıb sonrasından budamağa lazımdır ki, yan yörəsindəki obyektlərə, yaşayış binalarına təhlükə törədilməsin. Baba, bu gördüyüm ağac putaq da yüce çürüyübdür. Bu hökmən bir bekərəcək külə əsən kimi buradakı obyektlərə zərər edəcək və yaxud poçt, budur bizim poçt. Poçta gəlib gedən insanlar üçün fəlakət törədə bilər. Nazim müəllim, buyurun siz öz fikrinizi bu ünvanla deyəsiniz. Mən Nazim Əhmədoğlu, Könül Nəzarət İctimai Biri Tozların Təşkilatı sədr müavini. Haqqında söhbət elədiniz bu ağac diametrdə bəlli, hündürlüyü də bəlli, türəti fəlakət də bəlli. Bunun ekologiya idarəsi bu putağını artlayıb cavanlaşdırmağa icazə vermir. Hansı ki, yaşayış məntəqələri, burada bərbərxana var, obyektlər var. Bu arada da fəlakət törədi, bir dəfə qırılır. Buna icazə vermir, amma Bakı Böyük Qışlaq yolunun kənarında neçə kilometr ərazidən bundan da diametr böyük olan ağaçları bir gecə göz qırpımında kökündən çıxardılıb, yerində ağacın yerinə obyekt dikilir. Ağac bitmir, amma obyekt bitəbilir. Buna icazə verən ekologiya bunun artlamağına icazə verir, hansı ki, təhlükə yaradır. Biz bunu kəsilməyini istəmirik. Xeyli yaşı var, yaşıllıqdır. Amma nətər olur ki, neçə ağaçları kökündən çıxardı yerində obyekt tikməyə imkan olur. Bunun üçün təhlükə törədən xahiş edirəm çəkəsiz. Binanın düz belində bir yerdə də fəlakət törədi, tutaq qırılır. Amma bax görükür. Hansı ki, bu ərazidə hər gün yaşa obyektlər, mağazinlər var, insan yaşayır içində. Burada qabağın qışa küləkli günlərdir. Kim garantiya verir ki, külək yasanda ağac dibindən uyğunda çürümə gedir. Yaşıllaşmasında çürümə gedir. Kim garantiya verir ki, külək yasanda bir fəlakət olanda bu ağac qırılıb, bu binaya ziyan vurmayacaq. Xahiş edirəm Cənab Nazir, ekologiya idarəsinə tam göstərişi verir, eləcə bunu artlamağa imkan var yoxsa yox. Amma ağacı kökündən çıxarmağa heç sorğusuz imkan var. Xahiş edir, tədbir görəsiniz.